Meyxanaçı Namiq Qaraçıxırlı sosial şəbəkə hesabında illər əvvəl təşkil olunmuş konsertindən görüntülər paylaşaraq diqqət çəkən fikirlər səsləndirib. Sferas xəbər verir ki, sənətçi paylaşımında keçmiş fəaliyyətinə toxunaraq müəyyən narazılığını ifadə edib. O, "Gül kimi xidmət edirdim də, hər şeyi darmadağın etdilər" sözləri ilə sənət yolunda yaşadığı bəzi məqamları vurğulayıb. Paylaşım izləyicilər arasında maraq və müzakirə doğurub. Namiq Qaraçıxırlı qeyd edib ki, vaxtilə təşkil etdiyi konsertdə geniş tamaşaçı auditoriyası iştirak edirdi və tədbirlərə ailəvi şəkildə gələnlərin sayı kifayət qədər çox olurdu. Onun sözlərinə görə bəzi insanlar hələ də meyxana konsertlərinə xanımların və ailələrin qatılmasını absurd hesab edir. Bunları görməyənlər bəlkə də hələ də meyxana konsertinə bu qədər xanımın və ya insanların ailə ilə gələ biləcəyini absurd sayırlar. Bəli, meyxanada ağla gəlməyən uğurlar əldə etmək mümkündür. Sadəcə bunu içdən istəməlisən. Sənətçi bu fikirlərlə meyxananın təkcə müəyyən auditoriyaya xitab edən janr olmadığını, düzgün təqdimat və peşəkar yanaşma ilə geniş və fərqli tamaşaçı kütləsini cəlb etməyin mümkün olduğunu vurğulayıb. Paylaşım qısa müddətdə çoxsaylı baxış və şərhlər toplayıb.